Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Keçən dəfə paylaşdığımız anlama və tətbiq mərhələsi ilə bağlı, xüsusən Nizami Gəncəvi ilə bağlı olan sualı biraz başqa mənbələrlə əsaslandıracağıq indi. Çünki fərqli geri dönüşlər almışam və həmin geri dönüşlər əsasında hələ də bir neçə təlimçilərimiz və həmkarlarımız var ki, bunun anlama olduğunu israrla müdafiə edirlər. Ona görə də belə qərara gəldim ki, ən yaxşısı yerli yox, beynəlxalq universitetlərin birbaşa mənbələrlə əsaslandırılmış formada və feillərlə əsaslandırılmış formada təqdim edim. O cümlədən onu da qeyd edeyim ki, burada göstərdiyim bütün mənbələrin hamısının linkini videonun açıqlama qisminə yerləşdirəcəm. Kimlər detallı girib araşdırmaq istəyirsə, həmin linklərdən istifadə edə bilər. Məsələn, ilk öncə Arkansas Universiteti biz burada görürük. Ona keçməmişdən öncə demək bu hansı universitetindir ona baxaq. Dəqiqləşdirək onu. Bu Yohan Universiteti olmalıdır, səhv etmirəmsə və onu da qeyd edim ki, bu universitet Bloom taksonomiyası ilə, ümumiyyətlə istinadla bağlı hansısa bir şəxs və ya qurum rəsmi qaydada Bloom taksonomiyasına istinad etmək istəyirsə, əsasən bu universitetin mənbələrinə istinad edir. Onu da qeyd edeyim mən burada. İndi feillərə baxaq burada biz. Məsələn, burada xatırlamaqla bağlı feilləri görürsünüz. Zaten linkləri atacağım. Bunların bir-bir sadalamağa ehtiyac yoxdur. Əsas məqamlara toxunacağım. Linklərə daxil olub siz geniş formada hamısını analiz edə bilərsiniz. Bizə əsas lazımdır bu hissə. Burada gördüyümüz bu hissə. Bilikləri real situasiyalarda, real həyatda tətbiq etmə. Və feillərə baxaq burada. Bizə nə lazımdır burada? Və 2 dənə. Collect və compute. Yəni toplama və hesablama. İl hesabında toplama da var, hesablama da var. Bu nədir artıq? Tətbiqdir. Bu birinci mənbə. Qeyd edim ki, bir daha təkrarlayıram ki, bu universitetin mənbələrinə əsasən, ümumiyyətlə ən ciddi, Bloom taksonomiyasını ən ciddi işləyən universitet budur. Linkini R qisminə, daha doğrusu videonun haqqında qisminə mən buraxacağam. Bunu bağladıq. Bu getdi bura. Bu universitetin növbəti ikinci bir mənbəsi var. Ona da bax. Burada da eyni ilə feillərləndir. İstifadə etmə. Bilik, hardasa istifadə olunması varsa və həmin istifadədə bir hərəkətlilik, bir hesablama, bir əməliyyat varsa, bu artıq tətbiqdir. Anlama deyil. Anlamanın feilləri buradadır. Understand. Burada gördüyünüz nə qədər feillər varsa, o hamısı anlamaya aiddir. Və bu feillərin içərisində hesablama, çıxma, bölmə, əməliyyat aparma yoxdur. Bunu da qoyduq bir qırağa. Burada yenə biz feillərlə rastlaşırıq və Bloom taksonomiyasının müəyyən mərhələlərdir burada. Tətbiqə gəldiyimiz zaman yenə də calculate var burada. Yəni hesablama var. Digər feillər təbii ki, bizə lazım deyil. Hesablama, il hesabına təbii ki, ümumiyyətlə hesablamadan istifadə olunur. Fərqi yoxdur, yəni hansı təqvim olur olsun. Sualla bağlı da müəyyən fikirlər var ki, orada hicri təqvimin adını çəkmir. Hicri olmur, Roma təqvimi olsun, nə bilim, X adlı bir təqvim olsun. Təqvimdən təqvimə keçid varmı? Var. Hesablama, təqvimdən təqvimə keçəndə hesablama aparılırmı? Bəli. Bu nədir artıq? Tətbiqdir. Onu da qeyd edim ki, burada göstərdiyim mənbələr 2001-ci ildə yenilənmiş. Bloom taksonomiyası 2001-ci ildə yenilənib. Həmin o yenilənmiş taksonomiyaya əsaslanır. Bunu da qoyduq bir qırağa. İkincisi, burada fikir versəz, bir mənbəmiz də var. Bu hansı mənbədir? Ona da baxaq. Bu universitet falan deyil, sadəcə ümumi araşdırma tipli bir mənbədir. Bu mənbəni siz özünüz girib araşdırdığınız zaman həm 1956-cı il Bloom taksonomiyasını, həm də 2001-ci il yenilənmiş taksonomiyanı analiz edə bilərsiniz siz burada. Geniş cədvəllərlə və həmçinin izahlarla. Xatırlama, nə bilim, anlama, tətbiq, bunların hamısını burada baxa bilərsiniz siz burada. Sonuncu mənbəmizdə də eyni qayda ilə feillər. Bizə burada açar sözlərimiz nə olmalıdır? Feillər. Feillərə baxdığımız zaman görürük. Application. Nə var burada? Compute, hesablama var yenə.
Bu da nə gedir? Tətbiq gedir. Həmkarlara da demək istəyirəm ki, bu sualı təkidlə müdafiə edən həmkarlarımız var. Ki, həqiqətən də orada tətbiq deyil, anlamadır. Və belə düşünürəm ki, bu da ondan qaynaqlanır ki, hələ bu sual müzakirəyə çıxmamışdan öncə həmin həmkarlarımız anlama olduğunu öz videolarında ifadə ediblər. Və səhvlərini etiraf etmək istəmirlər. Səhvlərini, yəni, səhv təbii ki, insana məxsus olan bir şeydir. Bunu etiraf edib, yəni, hə, mən bu cür fikirləşirdim, bu əslində beləymiş demək, insana əslində başucalığı gətirən bir şeydir. Biz iddia etmirik ki, biz mütləq ki, tətbiqdir. Bəlkə kiminsə elə bir argumenti olarsa, əsaslandırarsa ki, yox, bu tətbiq deyil, anlamadır. Əsaslandırarsa, təbii ki, etiraf edərik ki, biz həmin argumenti, həmin detalı gözdən qaçırdığımıza görə biz israrla təkid eləyirdik ki, bu tətbiqdir. Sənin gətirdiyin argument doğrudur və biz bunun anlamı olduğunu qəbul edirik. Bunu söyləmək məncə heç kəs üçün çətin olmaz və bütün müzakirələrdə bitər. Amma ortada heç bir mənbə olmadan, heç bir əsas olmadan, müəyyən təhsil institutu belə fikirləşir, təhsil institutu 3 ildir bunu belə götürür. Bu açıqlama deyil. Təhsil institutu çox şey fikirləşə bilər. Zaten elə bizim bu etirazımız təhsil institutunun özünədir. Təhsil institutunun fikrini biz mənbə kimi qəbul etmirik. Mənbə kimi beynəlxalq şəkildə, ciddi şəkildə işlənmiş bu Bloom taksonomiyası haqqında məqalələri mənbə kimi qəbul edirik. Təhsil institutu özündən nəsə uydura bilməz ki, o da nəyəsə istinad etməlidir. Həmkarları da əsas mənim sözüm. Ki, madam ki, siz bu anlama argumentini müdafiə edirsinizsə, açın mənbələri, paylaşın ki, filan mənbədə filan feillər var. Amma bir şərtlə 56-cı il taksonomiyasını yox, 2001-ci il taksonomiyasını. İzlədiyiniz üçün təşəkkür edirəm.